Bürclərin dekabr ayına doğru uğurlu və uğursuz günləri. Uğurlu günlərində pul, maddiyyat, şəxsiyyət və sağlamlıqla qədər hər bir dəyişim edə bilərsiniz. Yaşıl işıqdasınız. Uğursuz günlərdə isə ən çox pul, maddiyyatınıza ciddi şəkildə fikir verməlisiniz. Qoçların uğurlu günləri 5-i, 18-i, 15-i, uğursuz günləri 25-i, 27-sidir. Buğaların uğurlu günləri 8-i, 20-si, 28-i, uğursuz 21-i və 30-udur. Əkizlər 6-sı, 27-si, 31-i uğurlu, 13-ü və 20-si uğursuz günlərdir. Xərçənglər 5-i, 18-i, 24-ü uğurlu, ayın 1-i və 4-ü uğursuz günlərdir. Şirlər 4-ü, 12-si və 19-u uğurlu günlərdir. 7-si və 25-i uğursuz günlərdir. Qız bürclər 6-sı, 25-i, 31 uğurlu günlərdir. 31-nə fikir verin. Çünki qız bürcləri biz yeni dönəmə keçirib bu gün uğurludursa, demək tam dövrünüzü dəyişə bilərsiniz öz istədiyiniz kimi. 10-u və 13-ü isə uğursuz günlərimizdir. Tərəzilər 9-u, 13-ü, 30-u uğurlu günlərdir. 2-si və 4-ü uğursuz günlərdir. Əqrəblər 6-sı, 12-si, 20-si uğurlu günlərdir. 8-18 isə uğursuz günlərdir. Ox atanlar 9-u, 15-i, 17-si uğurlu günlərdir. 27-si və 28-i uğursuz günlərdir. Oğlaqlar 22-si, 25-i, 31-i yenə 31-dir. Uğurlu günlərdir. 2-si və 10-u isə uğursuz günlərdir. Dolçalara gələndə 4-ü, 12-si, 20-si uğurlu, 5-i və 28-i uğursuz günlərdir. Balıqlar 2-si, 9-u, 15-i uğurlu, 19-u və 23-ü isə uğursuz günlərdir. Həmin günləri yadınızda saxlayırsınız. Əgər ayın 31-nə düşürsə, yenidən deyirəm, yeni dövrə, yeni bir başlanğıca keçməz. Yəni sizin üçün xüsusi bir portal açılır, həmin portaldan da istifadə edirik. Dövrünüzü ən çox da görünüş olaraq, maddisel olaraq dəyişə bilərsiniz. Bu zamandan istifadə edin.